Bəli, buradayım. Səsim gəlir mənim? Aha. Bizdən açın. Ekranım görünür mənim? Hə, hər birinizə axşamınız xeyir. İnşallah yaxşısınız. Bu gün elə sizlərlə uşaqlarda oxuma mədəniyyətinin formalaşması, A-dan Z-yə yanaşma. Mən Orxan Bəyov, Landa Nəşriyyat Evinin direktoru, eyni zamanda kitabların müəllifiyəm. Riyaziyyat kitablarından daha çox riyaziyyat və məntiq. Əlavə olaraq da başqa bir neçə məqaləm və kitablarım da var. İstəyənlərə daha sonra paylaşaram, onları da oxuya bilərlər. Bugünkü mövzunu nə üçün uşaqlarda oxuma mədəniyyətinin formalaşmasını seçdik? Çünki oxu ilə bağlı ümumiyyətlə cəmiyyətimizdə bir çox sıxıntılar var. Yəqin ki, bununla hər kəs razılaşar və oxuma mədəniyyətinin olmaması ilə də paralel bunun gətirdiyi bəzi problemləri biz görə bilirik. Çünki həm təhsildə inkişaf etmiş cəmiyyətlərə baxdığımızda onların hansı yollardan keçiriblər və hansı yolları izlədiyinə baxdığımızda görürük ki, onların ən çox diqqət etdikləri hissə də odur ki, oxu mədəniyyətinə çox önəmli yer tutur və xüsusən də bunu uşaq yaşlardan onlarda formalaşdığını görə bilərik. Və mən də düşündüm ki, belə bir seminarı müəllimlərimizlə və yaxud valideynlərlə birlikdə edək və ən azından onlar da bunun mahiyyətinin biraz daha fərqindəliyini artıra bilək. Bu mövzunu seçməmişdən qabaq da təbii ki, burada mən daha çox öz şəxsi praktikalarımı və təcrübələrimdən danışacağam. Təbii ki, hər bir valideyn kimi mən də övladım artıq məktəb çağına çatmışdı və onun üçün təhsildə və yaxud gələcəyi ilə bağlı necə yetişdirə biləcəyimi düşünürdüm və hər zaman mən çox sevdiyim bir söz var, deyir, övladlarınızı bu günün deyil, gələcəyin təhsilinə uyğun olaraq yetişdirin. Və məni çox düşündürdü ki, hal-hazırki dövrdə, yəni süni intellekt dövründə, artıq bir çox peşənin ləğv olduğu dövrdə, artıq önəmli gördüyümüz, bu gün vacib olan görünən, amma çox yaxın zamanda gördük ki, o peşələr, o informasiyalar artıq bilik əzbərləmək artıq önəmli deyil. Və bu dövrdə biz övladlarımızı necə yetişdirə bilərik və övladlarımızı bununla bağlı hansı yönlərdə yetişdirsək, onlar gələcəkdə də ən azından 5 il, 20 il, 10 il sonra necə uğurlu ola bilərlər. Və bu sualı araşdırdığımda bir məsələyə daha çox diqqətimi çəkdi. Bu da təbii ki, uşaqlarda oxu mədəniyyətinin formalaşması və xüsusən də bu uşaq yaşlarda bunu formalaşdırmaq. Dediyim kimi, mən eyni zamanda magistr təhsilin idarə olunmasıdır və təhsilin idarə olunması ilə bağlı bizim dərslərimizdən də biri xarici, yəni başqa ölkələrin təhsil sistemləri idi. Bu təhsil sistemlərini araşdırdığımda təbii ki, yəni bir çoxlarınızın eşitdiyi və artıq hər kəs tərəfindən bilinən Finlandiya təhsil sistemi, oxu baxımından PISA-da ən çox yüksək nəticələr göstərən Amerikan təhsil sistemi, Avropadakı təhsil sistemləri və yaxud Asiya təhsil sistemlərinə də baxdığımızda hər birinin ortaq bir nöqtəsi var uşaqlarda oxu mədəniyyətinin formalaşması. Çünki bu istər oxu, yəni dil bacarıqları baxımından, istərsə də riyaziyyat və yaxud da təbiət elmləri və yaxud da digər fənlər üzərinə də baxdığımızda görürük ki, hər birinin uğurunun açarı kimi oxu bacarıqları göstərilir və PISA imtahanlarında da siz deyil ki, oxu bacarıqlarının yoxlanılması buna xidmət edir ki, əsas məqsəd əgər oxu bacarıqları yüksək olan cəmiyyət digər cəmiyyətlərdən hər zaman üstündə olur. Bununla bağlı da mən ilk yəni səhifəmizdə belə bir sual qoydum ki, niyə kitab oxumalıyıq və oxutmalıyıq? Elə bayaq da dedim, yəni yeni dünyada uğurlu insan ola bilmək üçün hansı yolları getməlidir? Misal üçün, mənim valideynlərimin vaxtında, mən öz valideynlərimlə söhbət etdiyimdə, mənim uğurlu ola bilməyim üçün nə etmişdiniz deyəndə, onlar dedilər ki, o vaxtı
mənim və qardaşım deyərdim. Dövlət məktəblərindəki təhsilə nəzərin özəl məktəblərində təhsil daha yaxşı idi və biz də çalışdıq ki, sizi türk liseylərində oxudaq və bu şəkildə sizin uğura çatmanıza köməklik göstərə bilək. Və eyni zamanda paralel olaraq da bizə oxu ilə bağlı çox kiçik yaşlardan valideynlərimiz kitab oxudardı. Hətta bununla bağlı mənim qısa bir xatirəm var. Birazdan seminarın gedişatında onu deyərəm. Yəni ən əsas məsələ yeni dünyada uğurlu olan insan ola bilmək üçün. Çünki biz əvvəllər təhsildə bilik əzbərləmək və yaxud bilik ötürmək dəyərli idisə, bu gün artıq bu dəyərini itirməyə başlayır. Çünki artıq bilikli olan dəyərli deyil. Çünki biliyi çox rahatlıqla istər süni intellekt vasitəsilə, istər internet vasitəsilə tez bir zamanda əldə edə bilərik. Yəni misal üçün hər hansı bir ölkə haqqında bir məlumatı mənim əzbərləməyimə ehtiyac yoxdur. Mən ona girib internetdən baxıb onu rahatlıqla tapıb özüm öyrənə bilərəm. Ən əsas məsələ orada təbii ki, bu oxuduğumu necə yorumlaya bilərəm? O ekranı kim yazırsa zəhmət olmasa yazmasın. Ən əsas məsələ oradakı təbii ki, o uşağın, o insanın onu gördüyündə ekranı yazmayaq zəhmət olmasa. Onu öyrəndiyində təbii ki, bunu daha yaxşı analiz edə bilməsi, tənqidi yanaşa bilməsi, daha yaradıcı şəkildə tətbiq edə bilməsi önəmlidir. Necə ki, Avropadakı, Amerikadakı və yaxud digər inkişaf etmiş ölkələrdə bunu edə bilirlər. Sonrakı məsələ sosial kapital əldə etmək üçün. Ümumiyyətlə, mən düşünürəm ki, bir valideynin övladına verə biləcəyi, təbii ki, o hər zaman o sözümü təkrarlayıram ki, övladlarınıza verə biləcəyiniz ən dəyərli miras təhsildir. Və valideynlərin də övladlarına verə biləcəyi ən dəyərli miraslardan biri də övladına ötürəcəyi sosial kapitaldır. Çünki maddi kapital bir baxıma bizdən asılı olmayan səbəblərdən ola bilər ki, bizim mal-mülkümüz yoxdur, övladımıza ötürə bilmirik, hansısa bir maddi baxımdan çətinlik çəkə bilərik. Amma sosial kapitalı minimum səviyyədə ən azından ötürə bilərik. Yəni bu da necə ötürülə bilər? Tək kitablarla, yəni kitab oxutmaqla biz övladımızı digər insanlara, sabah bir gün qarşılaşacağı insanlar arasında və yaxud özünü ifadə etməsi gərəkən bir yerdə, sabah hər hansı bir problemlə qarşılaşdığında o məsələnin həllinə yanaşacağı bir düşüncə tərzini təbii ki, biz ancaq kitab oxumaqla tətbiq edə bilərik və bu da bir baxıma sosial kapitaldır. 21-ci əsrin bacarıqlarına yiyələnmək üçün yazmışıq. Burada biz hər bir əsrin öz bacarıqları var təbii ki. Yəni 21-ci əsrin bacarıqları deyəndə də 20-ci əsrdən də gəlmə bacarıqlar var, daha öncədən də gəlmə var. Amma 21-ci əsrin sırf özünə aid xüsusiyyətlər var. Hansılar ki, bu bacarıqlara yiyələndikdə şagird həqiqətən də gələcəkdə uğura addımlaya bilər. 20-ci əsrin bacarıqları ilə bağlı daha geniş danışacağıq ən son slaydda. Ona görə elə bir sonraki slaydımıza keçə bilərik. Və bizim Azərbaycan olaraq ən böyük problemlərimizdən biri də kitab oxumamaq və yaxud da ki, oxutdurmamaq. Həm valideyn, həm müəllim, həm də cəmiyyət olaraq ümumiyyətlə kitabın mən düşünürəm ki, çox da önəmsəmirik. Bunun önəmsəməməyində bir neçə səbəblərini burada qeyd etmişəm. Kitabın faydasını bilmirik və ya faydasına inanmırıq. Yəni misal üçün mən bir nümunə verim. Biz övladımıza hər hansı bir vitamin verəndə düşünürük ki, bu vitamin övladımıza faydalıdır və bu övladımıza faydalı olacaq vitamini araşdırırıq, edirik, hansı vitaminli kompleksləridir, nədir? Bunun övladımıza faydası olduğuna görə edilir və yaxud övladımızın çalışırıq ki, uşaq yaşlardan riyaziyyatı yaxşı öyrənsin. Amma biz övladımıza uşaq yaşlardan, nəinki uşaq yaşlar, hətta böyüyəndə belə onlara kitab oxumağın faydasını ya anlatmırıq, ya da onu təşviq etmirik. Çünki burada ən əsas məsələ düşünürəm ki, bunu cəmiyyət olaraq bilməməyimizdən qaynaqlanır. Çünki bunun faydasına inansaydık, bunun indiyə kimi ən azından övladlarımıza tətbiq edə bilərdik. Həm mən özüm şagird olduğum dönəmdə, həm də övladımın da şagird olduğu dönəmdə və öz iş fəaliyyətimə görə də həm müəllimlərlə, həm şagirdlərlə, həm də valideynlərlə çox iç-içə çalışdığımıza görə əminliklə deyə bilərəm ki, çox təəssüf ki, kitabın faydasından çox da məlumatlı deyilik və bunun vacib olduğunun da fərqində deyilik. Ən böyük problem odur. Burada daha bir sonraki yanaşma odur ki, kitabla bağlı tədqiqatları bilmirik və ya araşdırmırıq. Yenə də ən əsas məsələ bilirsiniz, biz bir məsələni müzakirə edəndə bunu daha yaxşı bacarmış cəmiyyətlərə, ölkələrə üz tutmalıyıq.
kitabla bağlı tədqiqatları biz bilmirik və yaxud da araşdırmırıq. Ümumiyyətlə, tədqiqatlarla bağlı ölkəmizdə ciddi sıxıntılar var. Hətta bir neçə ildir artıq Elm və Təhsil naziri Emin Əmrullayev bununla bağlı hər zaman, hər çıxışında fikir bildirir ki, tədqiqatlara yönəlməli, tədqiqatların üzərində durulmalıdır, tədqiqatlara universitet aparılmalıdır, valideynləri, müəllimləri. Yəni bir baxıma cəmiyyətə bunu ötürməyə çalışır ki, tədqiqatların üzərində durmalıyıq və bu çox önəmli bir məsələdir. Çünki tədqiqatlar həqiqətən də boş-boşuna keçirilən bir hansısa Stanfordda və ya Cambridge-də və ya Oxfordda keçirilən bir keçdi, getdi deyə bir şey deyil. Yəni bütün ölkələr o tədqiqatları alırlar, ölkələrində tətbiq edirlər, təhsillərinə tətbiq edirlər və uğur qazanmağa çalışırlar. Amma çox təəssüf ki, bizdə bu tədqiqatlar ümumiyyətlə eşidilmir. Yəni açıq deyim ki, mən neçə ildir, yəni Azərbaycana qayıdandan sonra təhsilin içindəyəm və tədqiqatlar hansısa bir valideynin və yaxud açıq deyək ki, müəllimin və yaxud təhsil ilə bağlı danışan insanların dilindən filan tədqiqatda belə bir nəticə çıxarılmışdı, tədqiqatlardan bunları çıxartdıq, bunların üzərində durmalıyıq kimi məlumatları demək olar ki, heç görmürük. Və biz kitabla bağlı tədqiqatlar aparanda rahatlıqla görə bilərik ki, bütün uğurun şagirdlərdə, insanlarda, cəmiyyətdə, bütün uğurun əsas səbəbi elə kitab oxumaqdır. Yəni biz cəmiyyət olaraq bəlkə də doğru və ya yanlış şəkildə riyaziyyata yönəlmişik, riyaziyyatı bilsin övladım, riyaziyyatı öyrənsin, riyaziyyat, amma kitabla bağlı çox da nə faydalarını bilirik, nə tədqiqatlarla maraqlanırıq, nə də ki, onun lazımlığı haqqında məlumatlıyıq. Daha sonrakı problem odur ki, oxutmamaqlarının problemi valideynlərin xüsusən məsuliyyəti başqasının üzərinə atırıq. Lazım olsa müəllim oxudar kimi bir düşüncəyə qapılırıq. Ümumiyyətlə, valideynlərin bir çoxunda belə bir problem var ki, düşünürlər ki, elə məktəbə uşağı göndərdikdə oradakı bütün hər bir şey, valideynlik məsuliyyəti bitir və onu artıq müəllim istədiyi kimi yetişdirər, savab verəndə yetişdirə bilməyəndə müəllim günahkar müəllimindir və yaxud müəllimin üzərinə yükləmək və yaxud da ki, təhsillə bağlı da təhsil sisteminin üzərinə yüklənilməsi və s. Əslində bunların hər biri yanlış. Çünki bilirsiniz, burada günün sonunda sizin övladlarınızdır əsas məsələ. Yəni sizin övladlarınızın gələcəyidir və onların uğurudur. Əgər siz bunların uğuru üçün özünüz məsuliyyəti birbaşa öz üzərinizə götürmək istəmirsinizsə, bu müəllim orada təbii ki, tədris proqramını çatdırmalıdır, jurnalı əvvəl var idi, jurnalı yazmalıdır. Yəni bir çox işləri ola bilirdi. Təbii ki, ondan sonra da müəllimlər nə üçün kitab oxutmağı az təşviq edirlər və yaxud da etmirlər? Bunun bir neçə səbəbləri var. Bundan öncəki seminarımda mən Pierre Bourdieu'nun fransız sosioloq, təhsil sosioloqunun 3 qavramı üzərində durmuşdum. Habitus, simvolik kapital və simvolik şiddət üzərinə. Bu əslində bir habitusdur. Yəni şuuraltı şəkildə cəmiyyətlərə işlənmiş bir vərdişlərdir deyə bilərəm. Yəni bizim ola bilər, yəni bir müəllim də bu cəmiyyətdən çıxma insandır. Yəni bu bizim içimizdən, bizim anamız, qohumumuz və yaxud tanışımızdır müəllim. Yəni müəllimlər fərqli yerlərdən gəlmirlər. O baxımdan düşünürəm ki, müəllimlər də bunun fərqinə varmamış ola bilərlər. Çünki bilirsiniz, bir sinifdə ən azından 3 ayda bir kitabın oxunması, il ərzində 4 kitabın oxunması o şagirdləri nə riyaziyyatdan dala salar, nə ingilis dilindən, nə Azərbaycan, nə də digər fənlərdən. Tam tərsi, tədqiqatlarla baxdığımızda bu fənlərin hər birində yüksək nəticə əldə edə bilməsi üçün oxu bacarıqları mütləq inkişaf etməlidir və bunu PISA-dan da biz görə bilərik. PISA nəticələrinə baxdığımızda uşaqlıqdan kitab oxuyan cəmiyyətlər yüksək nəticələr əldə edirlər, ölkələr inkişaf etmiş ölkələrdir, milli gəlirləri daha yüksəkdir. Amma bizdə ona baxdığımızda bizim PISA-da iştirak etdiyimiz ən son nəticələr Bakıda üzrə iştirak olunmuşdu ilk dəfə. Nəticələr aşağı idi. Çünki cəmiyyət olaraq biz uşaqlıqdan bu yana uşaqlara kitab oxutmuruq, oxumur, sonunda gəlir, deyək ki, monitorinq imtahanında zəif yaza bilir, daha sonra 9 buraxılışda mətn suallarını anlamaqda çətinlik çəkə bilir və yaxud da ki, digər şəkildə. Yəni, bir baxıma əslində valideynlərin də burada məsuliyyəti olmalıdır və müəllimlərin də məsuliyyəti olmalıdır ki, bu kitabları ən azından qısa şəkildə, gündəlik olmasa da həftədə bir neçə gün və yaxud ayda bir neçə kitab oxumaq şərti ilə bunları rahatlıqla düşünürəm ki, təşviq edə bilərlər. Riyaziyyatın gücünə inandığımız qədər kitab oxumanın gücünə inanmırıq. Burada bir neçə səbəb var. Bir doğru bilinən yanlışlardır. Çünki yenə də tədqiqatlarla bağlı. Tədqiqatların, yəni bir çox ölkədə aparılan tədqiqatları mən oxudum. İstər Amerikada, istər Avropada, hətta Türkiyənin özündə də bununla bağlı bir çox tədqiqatlar var. Səhv etmirəmsə, Azərbaycanda da 4-cü sinif şagirdləri üzərində
2022-23-də belə bir tədqiqat aparılmışdı. Və onun nəticələrinə də baxdığımızda görürük ki, həqiqətən də kitab oxuyan uşaqların riyaziyyatı daha da artır. Amma buradakı yazdığımdan biraz daha fərqli bir şey nəzərdə tutaraq yazdım. Riyaziyyatda biz övladımızın gələcəkdə uğurlu olacağına inanırıq. Yəni burada bilirsiniz, riyaziyyata inamla kitab inamı arasında çox uçurum var. Bunu mən əvvəlki seminarlarda da demişdim. Bəzən deyirik biz təhsilə inanırıq. Əslində o təhsilə inanırıqdakı məqsəd təhsillə övladlarımızın bir yerə gələcəyinə inanırıqsa, biz təhsilə inanmış oluruq. Burada da riyaziyyatla övladımızın hər hansı bir yerə gələcəyinə inanırıq. Bunun üçün riyaziyyata daha çox önəm veririk. Amma kitabın gücünə inanmadığımız üçün kitab oxutmağı hər hansı bir dəyər kimi qəbul etmirik və buna çox da yanaşmırıq. Sosial medianın ailəyə təsiri və bunun uşağın göz önündə olması. Çünki indi birazdan da gələcəyimiz bir rol modeli olaraq valideyni, övladı bütün günü telefon əlində kitab oxumayan görürsə, o uşaqdan biz heç bir şəkildə o vərdişi gözləyə bilmərik. Çünki Habitus elə bunu izah edir ki, yəni bizim cəmiyyətdən aldığımız, valideynlərimizdən aldığımız kodlarla bizim şuur altındakı vərdişlərimiz formalaşa bilir. Uşaqlara kitabları sevdirmənin yollarından, öz şəxsi təcrübələrimdən daha çox burada da qeydlər apardım. Kitabın və kitab oxuyan insanın dəyərli olduğunu aşılamaq. Bunu övladınıza elə bir şəkildə aşılamalısınız ki, çünki valideynlərdən çox mənə tez-tez suallar gəlir bununla bağlı. Mən qızımla kitab oxuyuruq və bunu paylaşıram və valideynlərdən də həqiqətən çox suallar gəlir ki, bəzi valideynlər soruşur, biz övladıma nə etsəm də oxuda bilmirəm və yaxud digərləri başqa suallar verə bilirlər. Burada əsas məsələ isə kitab oxuyan insanın dəyərli olub-olmadığı ilə bağlıdır. Çünki bilirsiniz, əgər biz övladlarımıza çox şey danışa bilərik, amma bu övladlarımıza danışdığımız məsələdə həqiqətən biz özümüz tətbiq edirikmi? Elə bilirsiniz, biz övladımıza deyərək bunu etmək olmaz, amma özümüz edirik. Evdə hər kəs bunu edir, amma övladımıza deyir ki, bunu etmək olmaz. O uşaq da təbii ki, bir böyüyən, indi gücü çatmırsa da böyüyəndən sonra o vərdişi etmək məcburiyyətinə qalacaq. Eyni zamanda kitabla bağlıdır. Əgər bir insan, yəni bir uşaq evdə kitab oxumağı valideynindən görürsə və yaxud kitab oxuduğunun dəyərli olduğunu ona hiss etdirilirsə və yaxud kitab oxuyan insanların dəyəri o uşağa bildirildikdə, yəni mən həm şəxsi təcrübəmdən, həm də tədqiqatlardan deyə bilərəm ki, bu mümkün deyil ki, uşaq oxumasın. Burada da rol modeli olaraq evdə ata-ana, nənə, babanın oxuduğunu görmək. Misal üçün, mən sizə bir dənə çox bəsit bir nümunə deyim. Evdə hər günü bir saat qoyun, əgər evdə nənə-baba varsa, onlarla birlikdə, nənə-baba yoxdursa, ata-ana ilə birlikdə kitabı açsınlar, elə bir yarım saat kitabın üzünə baxsınlar ana-ata. Bir müddət sonra uşaq da gəlib, o bir şey alıb, şuursuz şəkildə, lap ən balaca belə uşaq belə alacaq kitabı oxumağa çalışacaq, sanki nə isə oxuyur. Yəni, biz evdə bir ata, bir ana bir şeyi dəfələrlə təkrarlayanda o uşaq necə də onu etməyə çalışırsa, bu da eyni şəkildə. Yəni biz o rol modeli övladımıza ötürməyəndən sonra bu bacarığı övladlarımızda formalaşdıra bilmərik. Mədəni mühitdir burada yazmışıq. Evin ən dəyərli güşəsi kitab rəfləri olmalıdır. Yəni kitab rəfləri adətən bizdə ümumi statistik Azərbaycan ailəsində nə olur? Çox qədimi Sovetdən qalma kitablar və yaxud da ki, ömrü boyu açılmayan Quran kitabları, yəni bu şəkildə olub. Amma evin ən önəmli yerində və hər gün ora təmas olacaq şəkildə kitab rəfləri varsa, şagird valideyn bura toxunduğunu görürsə, bunun üzərində bir aktivitə gedirsə evdə, təbii ki, uşaq artıq onun bilinc altı, şuur altına yerləşmiş olacaq ki, həqiqətən də kitab dəyərlidir və kitabı oxumaq lazımdır. Daimi ünsiyyət qurmaq. Ümumiyyətlə, əgər uşaqlarımıza kitabı sevdirmək istəyiriksə, mən bunu özüm tətbiqindən də sizə deyə bilərəm. Mənim övladım 1-ci, 2-ci sinifdə hələ oxumağı yavaş-yavaş, yəni üzündən oxumağı yaxşı şəkildə bacarırdı. 1-ci sinifdə 1-2 hekayə oxutdum, hekayə deyil, nağıllar oxutdum. 2-ci sinifdən 1-2-3 dənə hekayə oxuduq və üzərinə daha çox ünsiyyət quraraq başladıq danışmağa və mən onu 3-cü sinifdə bu zənciri qırma layihəsinə hazırlayırdım əslində ki, bir sonraki ildə artıq o kitabın dəyərini anlayaraqdan, yəni bir sinmə hərəkətləri olaraq 2-ci sinif olsun və 3-cü sinifdə ciddi şəkildə oxuma mədəniyyəti onda formalaşdıra bilim. Və bunun üçün mən demək olar ki, hər gün övladımla söhbət etmək məcburiyyətindəyəm. Və bunu o məcburiyyət kimi deyil də, yəni təbii ki, bu mənim övladımdırsa, onunla məşğul olmalıyam, onunla danışmalıyam, ona bunu anlatmalıyam. Və mən övladıma danışanda uğurlu insanların həyatından danışırdım, özümün uşaqlığımdan danışaraq nümunə verirdim.
Başqa bir Avropadan, Amerikadan və yaxud öz tanışlarım varsa, onlardan nümunə verirdim ki, bir insan dəyərlidir, nə üçün dəyərlidir? Və yaxud uğurlu insanların gündəlik həyatları necə qurulur? Yəni demək istədiyim, bir valideyn ümumiyyətlə övladı ilə ünsiyyət qurmursa, biz ona kitab oxutmağı necə tövsiyə edə bilərik? Yəni bu günlərin Azərbaycan ailələrinin ən böyük problemi də odur ki, övladları ilə ünsiyyət qurmurlar. Yəni bunu yəqin ki, müəllimlər bunu təsdiqləyərlər, valideynlər də bilmirəm nə qədər təsdiqləyər və yaxud da təsdiqləməz. Və yaxud da ünsiyyət qurmaq, bala necəsən, yaxşıyam, maksimumda 1-2 dənə belə şablon üzərinə düşünülməmiş və yaxud da üzərinə şagirdin, uşağın düşünüb cavab verməyəcəyi suallar üzərinə qurulur. Amma uşağın o beynini açacaq, zehnini açacaq, özünü dəyərli hiss etdirəcək, atasının və yaxud anasının onu bir şəxsiyyət kimi önünə alıb bununla ünsiyyət qurduğunu hiss etməsi çox önəmlidir. Misal üçün, mən özüm uşaqlığım yadıma gəlir. Atam bizlə hər hansı bir məsələdə oturub söhbət edəndə biz çox sevinirdik ki, atamız bizlə söhbət edir. Yəni hər hansı bir mövzunu bizlə müzakirə edir. Yəni bu baxımdan övladımıza bu ünsiyyət bacarıqlarını, yəni övladımızla ünsiyyəti yaxşı şəkildə qura bildiyimizdə ona nəinki kitabı sevdirmək, hər bir şey, istədiyimiz hər bir yaxşı vərdişi ona qazandıra bilərik. Bir gün missiya yükləmək. Yəni bilirsiniz, bu başqa mədəniyyətlərdən də var ki, misal üçün yəhudi mədəniyyətlərindən daha çox deyilir ki, övladlarına hər zaman bir missiya üzərinə yükləyirlər ki, sən gələcəyi qurtarmalısan, sən uğurlu insan olmalısan, sən bir lider olacaqsan və s. Yəni bu baxımdan biz də öz övladlarımıza bunları təşviq etməliyik. Yəni bir missiya yükləməliyik ki, sən gələcəkdə yaxşı universitetlərdə oxuyacaqsan, universitet oxumaq da önəmlidir. Gələcəkdə ölkənə xidmət etməlisən, gələcəkdə cəmiyyətə, insanlığa və yaxud özünün gələcəyinin uğurlu ola bilməsi üçün bunu etməlisən və s. Yəni bu missiyalar o olur, bəzən mən eyni zamanda ikinci ixtisasım iqtisadiyyatdır. Bizə universitetdə bir şirkətin missiyasında nələr olmalıdır haqqında məlum, yəni kitablardan oxuduqlarımızdan yadıma gəlir ki, yəni missiya, yəni hər bir şirkətin bir missiyası olur. Bu əslində boş deyil. Yəni diqqət etsəniz, hər bir sayt, şirkətin saytına getdiyində missiya və dəyərləri deyilir. Yəni bu əslində şirkətin öz üzərinə qoyduğu o missiyanın cəmaata bir mesaj verir. Yəni biz də övladımızın üzərinə o missiyanı qoyaraq ona bir mesaj verməliyik ki, oğlum və yaxud qızım, sən gələcəkdə bunu bacarmalısan. Təbii ki, buna uyğun olaraq da ona dəstəkləməliyik. Bircə kitab oxumaq və üzərinə müzakirə aparmaq. Bilirsiniz, yenə də deyirəm, siz ata, ana bütün gün telefonda qızım sən get orada kitab oxu deyirsə, bu gülməli olar. Yəni düşünün, sən orada TikTokdasan, Instagramdasan, Facebookdasan, övlada desən ki, sən oxu. Yəni bu əslində onu cəzalandırmaq kimidir. Yəni ona yaxşı bir şey anlatmaq deyil, o uşaq onu artıq cəza kimi də görə bilər ki, onlar onun öz beynində görür ki, ata-ana loro dedicə kef edir, amma mən burada cəzalanmışam, kitab oxuyuram. Amma siz onunla hər hansı bir kitab oxumaq başlasaz, onun daha rahat olar. Yəni kitab oxuma vərdişi qazandırmaq üçün. Çünki biz 3-cü sinifdə hər gün 20 dəqiqə kitab oxu zəncirinə sırf belə başladıq. Mən, yoldaşım və qızım üçümüz birlikdə kitab oxuyurduq ki, o uşaq ən azından bu mövzuda özünü tək hiss etməsin. Daima oxumanın üzərinə formalaşa bilsin və başa düşsün ki, valideynlər də bununla birlikdə bu işi aparır. Yəni təbii ki, daha sonra ola bilər birimiz evdə oluruq, evdə olmuruq, başqa işlərimiz olur, başqa saatlarda kitab oxuya bilirik. Bunu yavaş-yavaş ona izah edə bilirik. Amma ilk başda övladımızla birlikdə kitab oxuyub onun müzakirələrini aparmaq. Yəni nümunə olaraq verə bilərəm, bir səhifəni oxudu, qızım burdan nə başa düşdün? Hansı söz xoşuna gəldi? Orada cümlənin hansı xoşuna gəldi? Yəni uşağı danışdırmaq və cavabını gözləmək. Bu elə bir uşağa sual verib cavabını gözləmək, tədqiqatlar da göstərir ki, o uşağın o suala cavab verməsinin həvəsini daha çox artırır. 30-20% qədər artırırdı. Səhv etmirəmsə, bu da elə Stanford Universitetində aparılan bir tədqiqatlardan biridir. Yəni uşağa oxuduğu kitab üzərinə bir sual vermək və gözləmək. Yəni uşağı daima danışdırmaq. Maraqlı məkanlarda kitab oxumaq. Yəni meşə ola bilər, dəniz ola bilər, book kafe ola bilər, kitabxana ola bilər. Yəni bu da eyni zamanda uşağın həm bir sosial kapitalını artıra bilir, həm də uşaqda bir həqiqətən də bir maraq artırdığını özünüz də görəcəksiniz. Yəni təbii ki, mən demirəm, yəni hər biri imkanla bağlı olan məsələlərdir. Amma misal üçün parkda gedib səhər tezdən həftə sonları valideynin gedib hər hansı bir kitab oxuması hər hansı bir maddiyyat tələb edən bir şey deyil. Uşaqlara motivasiya, hədiyyə və şuur qazandırmaq. Çünki ilk başda təbii ki, yəni heç bir uşaq durduğu yerdə kitab oxumaq, yəni həyətdə oynamaq əvəzinə gəlib kitab oxumağı seçməz və yaxud seçə də bilər. Amma bunlara motivasiya, kiçik hədiyyələrlə bunu başlada bilərsiniz. Amma
Mən demirəm hər dəfə də hədiyyə olmalıdır. Hədiyyə də bilirsiniz, övladlarımıza hər kəsin verdiyi hədiyyələr fərqlidir. Yəni hədiyyə sırf hər bir şey maddiyyata da bağlamıram. Yəni bəzən valideynlər düşünürlər ki, birinin imkanı var hədiyyə etməyə, birinin imkanı yoxdur. Hədiyyə çox bəsit bir şeylər ola bilər. Sevdiyi dostuna aparıb göstərməyi kimdə göstərir. Yəni bir baxıma onu mükafatlandırmaq baxımından. Yəni bu bir müddət sonra artıq bu yəni biz intizamlı şəkildə davam etdikdə o uşağın artıq vərdişinə sevrilir və bunun şüurunu qazanmağa başlayır. Davamlı izləmə burada təbii ki, önəmlidir. Hər gün bu gün nə oxudun, bu sualları vermək mən düşünürəm ki, çox-çox önəmlidir. Mənim qızım 4-cü sinifdə oxuyur və bu günə qədər mən ondan bir dəfə də olsun dərsləri necədir sualını verməmişəm. Nə də onun müəllimindən heç vaxt soruşmamışam ki, müəllimə dərsləri necə? Həmişə gələndə müəlliməsindən də soruşanam, müəllimə Mehriban necədir? Ümumi haqqında düşüncələri haqqında fikirləriniz varsa deyə bilərsiniz. Bunlar üzərində soruşmuşam. Və övladımın da eyni şəkildə. Amma mən qızımdan demək olar ki, istisnasız hər gün qızım bu gün hansı kitabı oxudun və nə anladın? İlk girdiyimdə o sualı yəni hər zaman verirəm. Çünki bir baxıma o olur işlərdə yönetici işləyən bəlkə aranızda varsa öz katibəsinə və yaxud öz müavininə bir işi tapşırandan sonra onun bu vərdişi qazana bilməsi üçün hər zaman bunu təkrar edir ki, yəni bunu bitirdinmi, etdinmi və yaxud bir müddət sonra artıq sən ona deməsən belə o sənə özü məlumat verir ki, bunu bitirdim, bunu sizin mesajlarınıza cavab verdim, falan görüşlərinizi təqib etdim. Yəni bu da övladınızda da eyni şəkildə. Yəni bu qısa müddət olmur. Yəni düşünməyin ki, bu bir həftədə formalaşacaq. Xeyr, bu bəlkə də illər çəkə bilər, bəlkə aylar çəkə bilər, amma hər bir yaxşı vərdiş uzun çəkməsi mütləqdir. Yəni qısa bir zamanda bu vərdişlər formalaşmaz təbii ki. Sosial dəstək və kitab dostları, oxu klubu burada yazmışam. Ümumiyyətlə sosial dəstəklər də önəmlidir. Yəni uşaq özünü tək hiss etməməlidir. İstər-istəməz yəni kitab oxuyan uşaqlar az olduğuna görə istər-istəməz bunu uşaqlarda bəzən belə bir sınıxma olacaq. Çünki sinifə gedir, həyətə düşür, digər yerlərə gedir və başa düşür ki, bundan başqa çox da kitab oxuyan yoxdur. Niyə belə olduğunu anlaya bilməsi üçün gərək siz ona kitab dostları tapasınız. Məsəl üçün, mənim qızımın bir kitab dostu var. Turan Abdullah adında bir şagirdimizdir. Elə bizlə birlikdə o layihəyə də başlayan şagirdlərdən biridir. Və qızıma tez-tez kitablar alır, o ona kitablar alır, ara-sıra görüşürlər, danışırlar və o uşaq başa düşür ki, yəni tək bu kitab oxumur. Başqa kitab oxuyanlar da var, kitaba dəyər verən insanlar da başqaları var. Oxu klubları da bizim bir balaca naşirlər adlı bir oxu klubumuz var. Biz çalışırıq ki, forumlar təşkil edək, oxu günləri təşkil edək və orada şagirdlərimizlə görüşək. Yəni riyaziyyat daha bir sonraki başlığımız riyaziyyatdakı təqdirləri kitab oxuyarkən dedin. Yəni misal üçün övladınız bir misalı həll edəndə bilirsiniz bəzən o istəmsizcə gözümüz işıldayır, bir övladımızın bir uğurunu görəndə ki, sevinirik. Mənim övladım riyaziyyatdan 5 aldı və yaxud 100 aldı və yaxud əla nəticə göstərdi. Hər bir sualı həll etdi deyəndə o gözümüzdəki sevinci həqiqətən də övladın bir səhifə kitab oxuduqdakı sevinci verə bilsək, o uşaq başa düşəcək ki, kitab oxumaq da çox önəmlidir. Amma biz bunu verməsək, özümüzdə buna inanmadan, türklər demişkən, yapmazlıq şəkildə biz bunu öyrətməyə çalışdığımızda, bunun təbii ki, çox da bir faydası olmaz. Sonra demişəm, layihələrlə kitab oxutmaq. Layihələrlə kitab oxutmaq düşünürəm çox önəmlidir. Çünki yəni daimi olaraq təqib etmək də çətinləşməsin və yaxud uşağa da biraz maraqlı bir layihələr ola bilsin. Biz də bununla bağlı ən minimum olaraq bir layihə başlatdıq. Hər gün 20 dəqiqə kitab oxu, zənciri qırma layihəsidir. Və buna necə başladıq, hansı faydalarını gördüyü də danışacağam təbii ki. Başqa layihələr də var. Bu hər gün 20 dəqiqə kitab oxu, zənciri qırma layihəsinin də səhv etməmsə YouTube fenomeni var. Çox faydalı məlumatlar paylaşır. Özcan idi səhv etməmsə familiyası, Amerikada yaşayır indi. Yəni onun zənciri qırma ilə bağlı layihələri var idi. Və mən bunu əvvəl çalışdığım nəşriyyatlarda da, dəftərlərdə, kitablarda bu zənciri qırma layihəsinin başqa-başqa yönlərini paylaşmışdım. Misal üçün, hər gün bir stəkan su iç, zənciri qırma və yaxud hər gün bir xarici dildə bir söz öyrən, zənciri qırma. Bunun faydalarını görmüşdüm deyə düşündüm ki, elə hər gün 20 dəqiqə kitab oxu, zənciri qırma layihəsini öz övladımla da edə bilərəm. Və bununla bağlı da bir dəqiqə üzr istəyirəm.
Bununla bağlı da qızımla başlatdığım layihədən qısaca danışım. Yəni bu layihə mənim övladıma nələri qazandırdı? Düşünmə tərzini çox dəyişdi. Bilirsiniz, o böyüklərdə də adətən belədir. Kitab oxuyan insanla oxumayan insanın arasında həqiqətən də uçurumlar qədər fərq olur. Bunun nümunəsini deyə bilərəm sizə. Çox varlı, çox imkanlı insanlar görə bilərsiniz, amma kitab oxumadıqları üçün hər zaman onlar danışıq tərzləri, özlərini ifadə tərzləri biraz daha fərqli olur. Yəni intellektual və yaxud onların nə qədər imkanı olsa da ziyalı ola bilməzlər. Amma kitab oxuyan, özünü intellektual səviyyədə inkişaf etdirən insanın düşünmə tərzi, həyata baxış açısı, məsələlərə yanaşması çox-çox dəyişiklik olur. Mən də bunu öz qızımda gördüm. Yəni 2-ci sinifdə olan Mehribanla 3-cü sinifin sonunda olan Mehriban arasında çox-çox fərqlər var idi. Təmkin baxımından, özünü ifadə baxımından, digərləri ilə ünsiyyət baxımından, öz yəni nənəsi, babası, gələn qonaqlarla ünsiyyət baxımından, öz dostları ilə münasibəti baxımından, həyətdəki uşaqlarla münasibəti baxımından inanılmaz dərəcədə dəyişikliklər gördüm. Danışıq və özünə ifadə bacarıqları həddən artıq inkişaf etdi. Yəni düşünün, o uşaq 3-cü sinifin aprel-may aylarında artıq 300 nəfərlik müəllim və şagirdlərə öz hazırladığı bir seminarı şagirdlərə danışdı. Yəni o da elə mövzusu kitab oxumanın faydaları idi. Və bu YouTube-da da yerləşdirmişəm, özünüz də girib baxa bilərsiniz. Hətta 3-cü sinifin sonunda 10 avqustda bizim təşkil etdiyimiz Uşaq İnkişaf Forumu Mikrofon Uşaqlardadır adlı layihəmizdə də Mehriban 15 dəqiqə öz hazırladığı mövzunu öz şagird dostlarına və müəllimlərə danışa bildi. Yəni 15 dəqiqə şagird dayanmadan hər hansı bir fikri ifadə edə bilir. Özünü danışır, rahat, sərbəst şəkildə ifadə edə bilir. Niyə? Çünki bunu oxuyur və bunu bilir. Yəni biz indi hal-hazırda birimizdən desəz ki, hər hansı bir mövzu haqqında danış, o mövzunu danışaraq ki, o mövzunu bilirik. Yəni bu şagird də kitab oxumağı artıq bir il dayanmadan hər gün kitab oxuduğunda artıq bunun bir vərdişi yaranır, danışığı və özünə ifadə bacarıqları çox geniş şəkildə artmış olur. Dünya görüşü genişlənir. Misal üçün deyək ki, orada oxuduğu Oliver Twistdən Londona gedir, daha sonra Jules Verne'dən Afrikaya gedə bilir, başqa ölkələrin görə bilir, yəni ən azından xəyal dünyası olaraq və gəlib o sənə suallar verir. Misal üçün o Avropa ilə bağlı bir neçə kitablar oxumuşdu və biz yayda onunla birlikdə səyahət etdiyimizdə mənə yerlər dedi ki, məni ora apar, buranı da görüm, oranı da görüm ki, yəni bunları oxumuşam, orada da görə bilim. Yəni dünya görüşü təbii ki, ora getmədən də inkişaf edə bilir. İndi hal-hazırda Jules Verne'in Havada 5 şar əsərini oxuyur və orada məsələ Afrikadan, yəni ərazi olaraq Afrikadan gedir, deyir, məni ən az ora nə vaxt apararsan həyata, orada hansı ölkələr var, hansı insanları necədir, orada açırıq birlikdə sənədli film izləyək. Yəni dünya görüşü artmış olur və bu şagird 4-cü sinif şagirdidir. Adətən biz 4-cü sinif şagirdlərində özünü ifadə etməyən və yaxud özünü ifadə edəndə çox bəsit cümlələrlə və yaxud bəsit düşüncə tərzi ilə olur. Amma kitab oxuyan bir uşaqda görürsən ki, çox fərqli şəkildə özünü ifadə edir. Yəni ifadə etməsindəki o dərinliyi hiss edə bilirsiniz. Akademik göstəriciləri də yaxşılaşdı. Yəni təbii ki, nəticələri yaxşı idi və bu daha da yaxşıya doğru getdi. Nəticələri, imtahan nəticələri olsun, məktəb nəticələri olsun və bunu da təbii ki, biz akademik göstəricilərin kitab oxumaqla əlaqəsini yenə də tədqiqatlardan öyrənə bilərik. Çünki bizim indi yanvar ayında bir forumumuz olacaq. Elə mənim sırf bununla bağlı bir araşdırmam var. Onu təqdim edəcəyəm. Oxu vərdişinin akademik göstəriciləri necə təsir edir? Sosial davranış və özünə inamı gücləndi. Yəni övladım 2-ci sinifdə utancaq idisə, indi artıq yəni lazımı olan yerlərdə utanmır, öz fikrini bildirə bilir. Yəni və mən onun dəfələrlə həm özünün deməsi, həm kitablardan oxuduğu, həm özünün o dil qabiliyyətinə güvənməsi ilə öz fikrini rahatlıqla ifadə edə bilir və bundan çəkinmir. Yəni bunu övladlarımıza mütləq şəkildə öyrətməliyik. Çünki indi birazdan da 21-ci əsrin bacarıqlarından danışdığımızda görəcəyik ki, bu davranışlar, sosial davranışları övladlarımıza öyrətməyəndə bunlar gələcəkdə çox böyük sıxıntılar çəkə biləcəklər. Kitab seçimini necə etdik? Valideynlərdən ən çox gələn suallardan da biri budur. Orxan müəllim, mənim uşağım, övladımın 10 yaşı var, 7 yaşı var, 9 yaşı var, hansı kitabları oxudaq? Ümumiyyətlə, kitab oxumaqla bağlı mənə sırf suallar da gələndə bəlli bir cavabı yoxdur bunun. Bununla bağlı araşdırmalara da baxsaz, sırf bu uşaqlar, bu 5 yaşındakı uşaqlar bu kitabı oxumalıdır, 6 yaşındakı bu kitabı oxumalıdır deyə bir
qayda yoxdur əslində. Təbii ki, ümumi olaraq yaş aralığı verilə bilər 7-12, 9-12 bu aralıqda oxuya bilərlər, amma sırf 1 yaşa uyğun olaraq siz kitab axtardığınızda bunu tapmama ehtimalınız daha böyükdür. Çünki hər bir uşağa görə hər bir uşağın kəlmə bazası, hər bir uşağın düşüncə tərzi, hər bir uşağın ailədə yetişdiyi mühit bunu fərqləndirə bilir. Çünki belə deyim, ali təhsilli və yaxud təhsilə daha çox önəm verən və yaxud valideynlərinin daha çox kitab oxuduğu bir şagirdin evində istifadə etdiyi kəlmə bazası ilə heç bir kitab oxunmayan, ümumiyyətlə kitabla əlaqəsi olmayan bir valideynlərin yaratdığı mühitdəki o kəlmə bazası eyni olmaz. Yəni ona görə misal üçün deyək ki, mənim övladımın 10 yaşı olacaq və bu 10 yaşında şagird bunları, yəni deyək ki, Kəllə və Dimlənin uşaqlar üçün hazırlanmış versiyasını oxuya bilər. Amma başqa 10 yaşındakı şagird bunu oxuyub anlaması daha çətin ola bilər. Və yaxud da ki, burada başqa bir məsələ odur ki, o Vygotskyinin də dediyi yaxın inkişaf zonası olaraq, yəni yaxın inkişaf zonası olaraq mən ona o oxuduqlarını tez-tez maraqlanıb geri dönüşlər edərək həm onun oxuduqlarından bezməməsi üçün, həm də oxuduqlarını daha yaxşı qavraya bilməsi üçün ona dəstək göstərə bilirəm. Amma bunu hər bir valideyn edə bilərmi, vaxtı çatarmı, başqa imkanları varmı? Bunlarla nəzərə almaq lazımdır. Yəni bəlli bir statistika yoxdur ki, siz bu kitabı alıb bu şagirdə tətbiq edə bilərsiniz. O bir baxıma fərdi inkişaf kitabları ilə bağlı deyilir. Yəni bu fərdi inkişaf kitabıdır. O insanın özünün uğura çatdığı yolları göstərir. Yəni bu gün də mənim burada göstərdiyim biz 1 ildən çoxdur, 1 il və 20 gündür, yəni 385 gündür, hətta 26-sıdır səhv etmirəmsə, 391 gündür deyək ki, biz kitab oxuyuruq və bunun bizim yəni bu günlər ərzində etdiyimiz təcrübələrdir. Amma hər bir ailənin fərqli strukturu var, fərqli anlayışları var. Ona görə bəlli bir seçim sizə deyə bilmərəm, amma burada ümumiləşdirilmiş variantda bəzi hissələri sizlərin diqqətinizə çatdıra bilərəm. Mən övladımla ilk kitab oxumağa başlayanda təbii ki, özüm seçməyə çalışdım kitabları və araşdırdığım, daha uşaq vaxtı oxuduğum bəzi kitablar var idi. Düşünürdüm ki, bunları oxusa və bunları mən ona daha yaxşı ifadə edə bilərəm, yaxşı göstərə bilərəm. Elə özümün əvvəl çalışdığım nəşriyyatda hazırladığım kitablar var idi. Onlar üzərindən danışdıq, oxuduq, birlikdə müzakirə etdik. Daha sonra tədricən isə uşağın öz fikirləri, seçimi formalaşandan sonra, misal üçün 5 dənə, 20 dənə kitab oxuyandan sonra artıq görəcəksiniz ki, övladınızın özünün də bir yəni formalaşacaq. Kitab sərgilərinə apara bilərsiniz, başqa sərgilərdə iştirak edə bilərlər, böyük kitab mağazalarına gedə bilərlər və buraxın uşaqlar da özləri bəzi kitabları seçib oxuya bilsinlər. Amma təbii ki, hər kitab da faydalı deyil. İndi birazdan ona toxunacağıq. Uşağın dünya görüşünü nəzərə alın. Yəni uşağın emosional yanlarını nəzərə almalısınız, öz ailənizin hissələrini nəzərə almalısınız və yaxud da ki, misal üçün deyək ki, sizin övladınız kosmosla maraqlanmır. Yəni övladınız daha çox deyək ki, fantaziya janrını çox sevir və yaxud elmi kitabları daha çox oxumaq istəyir. Yəni başqa-başqa janrlar burada və yaxud komiksləri daha çox sevir, daha çox onu oxuya bilər və yaxud şeir və yaxud digərləri. Yəni bunları tədricən öz övladınıza da buraxaraq, yoxlayaraq, get-gəl variantında da edə bilərsiniz. Burada ən çox diqqətinizə çatdırmaq istədiyim hissə 5 barmaq qaydasıdır. Ümumiyyətlə bir kitabı seçdiyinizdə o kitabın övladınıza uyğun olub-olmadığını tez bir zamanda yoxlamaq istəyirsinizsə, bir səhifə üzərindən övladınız elə mağazada və yaxud bir sərgidə o kitabın ilk yəni bir səhifəsini oxuyanda başa düşə bilər ki, əgər o səhifənin içində şagirdin bilmədiyi bir söz varsa, əslində bu bir baxıma da yaxşıdır ki, ən azından oxuduğu kitabdan yeni sözlər öyrənə biləcək. 2 dənə də olsa problem olmaz, amma bir səhifədə artıq 3 və yaxud daha çox söz 5-ə qədər bu çıxırsa, bu şagird üçün çox çətin bir kitab ola bilər. Yəni uşaq onu artıq oxuduğunda anlaya bilməyəcək, anlaya bilməyəndə həvəsdən qopacaq və yaxud da elə düz oxuyub keçmiş olacaq. Bu da uşağa çox da faydalı olmaz. Və yaxud da yaşa qavrayışa uyğunluq səviyyəsi çox doğru seçilməlidir. Bəzən valideynlər kiçik yaşda uşaqlara müharibə ilə təbii ki, bu gün bu arada 27 sentyabr anım günü ilə bağlı Allah şəhidlərimizə rəhmət etsin. Bu gün biz burada bunları ürəklə danışırıqsa, övladlarımızı ürəklə yetişdirə biliriksə, şübhəsiz bu onların və Cənab Ali Baş Komandanın sayəsində olub. Allah şəhidlərimizə rəhmət etsin və qazilərimizə şəfa versin tez bir zamanda. Burada təbii ki, yaşa və uyğunluq səviyyəsinə deyəndə uşaqlara yəni yaşına uyğun olmayacaq şəkildə kitablar almaq,
və yaxud özünün içindən məlumatı olmadan bunları oxutmaq onlarda xeyir deyil, daha zərərini görə bilərsiniz. Mən bu yaxınlarda övladımdan özünün seçdiyi bir kitabda zərər deməyim də, amma sanki bir baxıma uşağa heç bir şey ötürmür. Yəni uşağa daha çox belə neqativ, yəni kitabın adından da və yaxud içindən oxuduğunda da görürsünüz ki, yəni bu uşağa bir Jules Verne'in ötürdüyünü ötürə bilmir və yaxud da ki, Jonathan Swift'in ötürdüyünü ötürə bilmir və yaxud digərləri də eyni şəkildə. Burada amma elə bir kitablar seçməli ki, yaşına və qavrayışına uyğun olmalıdır. Yəni uşaq oradan oxuduğunu gedib daha pis vərdişlər əldə edəcəksə, o kitabı oxumamaq daha faydalı olur. Qalınlıqdır, leksiyadır, leksik səviyyəsidir, cümlə quruluşudur, təkrarlama motivləridir, mətn quruluşudur, yaşa uyğun olmalıdır. Yəni çox qalın kitablar seçməyin. Çünki yəni özümüz də uşaq olanda hər hansı bir test toplusunu və ya hər hansı bir kitabı oxuyanda istəyirdik ki, tez bitsin, o birisinə keçək. O insanda biraz daha motivasiyasını artıra bilir. O baxımdan qalın kitabları hələ ki seçməyin. Mən qızım özünün seçdiyi bir neçə qalın kitablar var idi. Düzdür, çoxsu şəkilli idi, sevərək oxuyurdum. Mən ona ilk dəfə Kəllə və Dimlə əsərini aldıq və bu yaxınlarda ona başlayacağıq. O biraz qalın kitabdır. Mən hətta onu indidən düşünürəm ki, övladımı buna necə həvəsləndirim. Məsəl üçün, mən düşünürəm ki, özümdə deyim ki, bax, burada 12 bölmə idi, səhv etmirəmsə içində. 12 bölmə sən artıq 12 kitab oxumuş olacaqsan, 12 dənə əsər haqqında məlumatlar, yəni fərqli şəkildə həvəsləndirmək istəyirəm ki, o kitabı oxusun. Çünki mənə görə Kəllə və Dimlə əsəri çox önəmlidir və çox sevdiyim, bəlkə də 3 əsərdən, bədii əsərlərdən biridir. Ona görə onun kiçik uşaq yaşdan bunu oxuyub bir baxıma anlaması gələcək həyatında onu uğura gətirib çıxarda bilər deyə düşünürəm. Ona görə aldım. Birlikdə oxuyacağıq bu arada. Mən böyüklər üçün olanı oxumuşdum. İndi kiçiklər üçün olanı da birlikdə oxuyacağıq. Daha sonra səbəb nəticələri əlaqələri aydın olmalıdır. Bilirsiniz, bəzən olur, daha çox bu Türkiyədə oldu, yəni mən oxuduğum kitablarda da gördüm uşaqlar üçün. Yəni səbəb nəticə yoxdur. Elə oxuyursan gedir, heç bir yəni sonunda bir məna çıxarda bilmir uşaq. Yəni bunun da bir faydası olmaz və yaxud uşaq da görür ki, oxudum, nə oldu, heç nə öyrənə bilmədim. Burada janr balansiyası ilə bağlı tövsiyə olunan faydadır bu, amma təbii ki, başqa sizin janrlar da oxuda bilərsiniz. Yəni valideyn nəzarəti olanda bunların hər birini etmək çox rahatdır. Yəni hekayə, mən deyərdim ki, daha çox hekayə və informativ üzərində durun. Çünki roman, komiksi, yəni roman biraz uşaqlara bəlkə ağır gəlir. Komikslər də bilirsiniz, son dövrdə populyarlıq qazanıb və orada uşaqları bir baxıma sanki çizgi filmləri görürsünüz, 3 saniyə, 4 saniyədən bir dəyişir. Bu uşaqların o göz yaddaşını, yəni zehnini orada saxlamaq üçün əslində edirik. Komiksdə bir baxıma ona görədir ki, şəkillər üzərindən verilir. Uşaq sözlərdən çox şəkillərə, yəni görsəl yaddaşı inkişaf edir. Sözlərin üzərinə düşünmək, sözlərin üzərinə algılamaq çətinləşir. Bununla bağlı hər zaman mən bir nümunə verirdim. Misal üçün, siz bir kitab oxumaqla bir şeyi YouTube-da izləmək arasında böyük fərqlər var. Misal üçün, deyək ki, bir prinsesa bir xalçanın üzərində, naxışlı Azərbaycan xalçasının üzərində gedərkən səmada sanki bahar günəşi kimi parlayırdı və s. deyəndə, biri var, siz uşağa onu YouTube-da hər hansı bir çizgi filmdən üzərindən göstərəndə, uşaq artıq baxır ki, şahzadənin saçı sarıdır, başında tac var, xalça, nə bilim, qırmızı rəngdədir, oradan bir günəş çıxır. Amma bunu o görməyəndə, oxuduğunun üzərindən özü öz beynində düşünməyə başlayanda çox fərqli şeylər çıxarda bilir. Yəni artıq beyin işləməyə başlayır. Xalçanın fərqli naxışlar üzərindən, butamı fərqli hansısa naxış üzərindən mi düşünür? Günəşi çıxardanda bəlkə oradan quşları uçurda bilir və yaxud o prinsesanın özünü də orada görmüş ola bilir. Özü qara saçlıdırsa, qara saçlı birisini bənzədə bilir. Yəni çox-çox fərqli bir faydaları var. Komiksdə o baxımdan tövsiyə etməzdim. Mən oxutmuram, amma yenə də oxutmaq istəyənlər varsa bunlara üst tuta bilərlər. Vizual kitablar önəmlidir, amma bütün hissəni buna yönəltmək, mən deyərdim ki, uyğun olmaya bilər. Çünki hər şeydə elə uşaqların görsəl, ancaq dizayn, yəni hər hansı bir şəkil üzərinə fokuslandırmaqdansa, uşaq yaşdan mətnin mənasına, mətnin dəyərinə fokuslandırmaq düşünürəm ki, daha faydalı olar. Bu tədqiqat bir baxıma bu mənim müşahidələrim idi bir il ərzində və valideyn baxışı olaraq mən buna baxdım. Evdə söhbət mədəniyyətinin qurulması.
çox önəmlidir. Çünki bilirsiniz, əgər bir evdə valideynlərlə birlikdə kitab oxuyuruqsa, bizim ən dəyərli, yəni dünyada ən dəyərlimiz təbii ki, ailəmizdir, ailəmizin fərdləridir. Bu ailəmizin fərdləri ilə biz həqiqətən də bir söhbət o mədəniyyəti, söhbət ortamı yarada bilmiriksə, bu qıraqda biz nə qədər uğurlu olsaq, bunun nə faydası olar, nə qədər çox pulunuz olsa, nə faydası olar və yaxud bunlar yəni ailədə bu söhbət mədəniyyəti qurulmadan həqiqətən də xoşbəxtçilik ola bilərmi? Məncə bunlar çətindir, amma öz ailənizin içində, öz övladınızla ailəvi şəkildə bir kitab üzərində söhbət etmək, bir kitab mədəniyyəti qurmaq həqiqətən də çox-çox fərqlidir. Bunu siz tətbiq etdikdən sonra dəyərini anlaya bilərsiniz. Çünki adətən hətta analar bəlkə övladları ilə çox məşğul olur. Bu Azərbaycanın da problemlərindən biridir ki, atalar ümumiyyətlə sanki övlad ancaq anaya aiddir. Ana bütün məsələlərlə məşğul olmalıdır. Tərbiyə ilə bağlı ana, dərslə bağlı ana. Ata yəqin ki, bir toyda ən son söz deməyə qalır. Amma burada atanın da önəmi var. Yəni hər gün dərsini oxudun, afərin deyib keçmək əvəzinə övladınızla bir mədəniyyət formalaşdırmaq, onunla bir söhbət etmək, həqiqətən bunlar çox-çox dəyərli məsələlərdir və bilirsiniz, hansı ailələrdə ki, övladının belə dəyərli olduğu hiss etdirilir, onlar gələcəkdə çox uğurlu olurlar. Bunu ətrafınızdakı insanlarda çox rahatlıqla da görə bilərsiniz. Birlikdə oxu, valideyn-uşaq münasibətlərində ortaq mövzu da yaradır. Bilirsiniz, bəzən də ola bilər deyəndə ata təhsil sahəsində çalışmır, fərqli bir sahədə çalışır və yaxud ağır bir işdə çalışır. Yəni burada ata oxumasa da belə ən azından gəlib o kitab üzərindən övladı ilə necəsə maraq yaradıb bir münasibət, bir mövzu aça bilərlər. Çünki mən bu günlərin bir çoxunuz da razılaşarsınız ki, valideynlə uşağın arasında mövzu yoxdur söhbət edəcək. Yəni ya problemlər üzərindəndir, kimləsə dalaşıb, kimləsə problem yaşayıb, bunun üzərinə bir-birlərinə müzakirə aparırlar. Ya da ki, dərsi oxumusan, müəllimə sənə neçə yazdı, filan sənin dostu var, neçə yazdı və s. bunun üzərində olur. Yəni bir baxımdan mənə də öyrətdi ki, mən övladımla daha çox maraqlı söhbətlər edə bilərəm. Misal üçün, artıq başqa ölkələrə məni apar, burada mən bunun haqqında oxudum. Keçən dəfə bir kitab oxuyub, Fazi adlı bir kitabdır. Mənə tez-tez universitetlər haqqında sual verir. Mənim qardaşım Fransada, Paris Universitetində oxuyur. Oranı gedib gördü. Oxforddan mən ona videolar göndərmişdim. Cambridge-dən özüm olanda orada videolar göndərmişdim. Universitetlər haqqında onun bir məlumatı var idi. Keçən dəfə də mənə deyir ki, ata, burada MIT universiteti var, hansıdır? MIT-ni demək istəyir. Yəni Massachusetts Texniki İnstitutu kimi o institutunu. Başladım ona, mənim də yadımdadır. Amma başladım artıq ona izah etdim ki, bax texniki sahə üzrə ən böyük universitetlərdən biridir. Filan kəşfləri var, filan məzunları var və bunu uşaqda bir maraq və dəyər yaratmaq. Mən sizə bir dənə nümunə deyim. Mən 6 və 7-ci sinifdə oxuyardım. İlk dəfə qardaşım mənə İstanbul Universitetinin arkasını göstərmişdi. Bəlkə görənləriniz olar. Mənim o ildən sonra tək arzuladığım universitet o oldu. Yəni başqa universitetə də sənəd verməmişəm, başqa universitetə də heç bir şəkildə yəni oxumağı arzu belə etməmişəm ki, başqa universitetdə oxuya bilərəm. Mən o arkanı uşaqlıqdan necə gördümsə və orada oxuyacağıma söz verdim özümə və onun üçün çalışdım və oranda məzun oldum. Yəni bunlar bəlkə adi gələ bilir böyüklər üçün, amma bunu mən özüm yaşadığım üçün deyə bilərəm ki, yəni o uşaqlıqda mənim gördüyüm o arka, o universitetin maraqlı bir güşəsi mənim o universiteti sevməyimə səbəb verdi. İndi mənim də övladım misal üçün bir kitab oxuyur, o kitabda MIT-nin adını eşidir. MIT dünyada top universitetlərdən biridir və bu top universitetlərdə oxumaq arzusu yaranır uşaqda. Uşaq artıq bundan sonraki sualı olacaq ki, mənə düşünürəm və yaxud olmasa da o sualı mən özüm ona necə verdirərəm, o sualını onu düşünürəm ki, ata, mən orada oxumaq üçün hansı fənləri oxuya bilərəm, hansıların üzərində daha çox durum. Yəni maraqlı söhbətlər üzərində, intellektual söhbətlər üzərində övladlarınızla danışıqlar apara bilərsiniz. Mühit evdə kitabın simvolik dəyəri. Simvolik dəyər bilirsiniz, yəni evdə həqiqətən də kitabın necə dəyərli olduğunu o görməlidir. Yəni bir uşaq görməlidir. Yəni simvolik dəyər də bayaq da dediyim kimi hər hansı bir kitabı əzizləyib yuxarıda saxlamaq deyil. O kitabı alıb daima istifadə etmək, oradan nəyəsə baxmaq, araşdırma etmək. Yəni bunun dəyərini gündəlik olaraq uşaq görməlidir və bu dəyəri görəndən sonra artıq o uşaqlarda və yaxud özünüzdə də bir həqiqətən də bir dəyər yaratmış olur.
21-ci əsrin bacarıqları nələrdir və bu mövzuda kitablarla necə qazanıla bilər? 21-ci əsrin bacarıqları çox fərqli-fərqli bacarıqlar var təbii ki, amma bunların hər birini çox minimal büdcə iləmi deyək, minimal əziyyətləmi deyək, övladlarımıza qazandıra bilərik. Bilirsiniz, hal-hazırki dövrdə artıq bəlkə də valideynin imkanı yoxdursa kitab almağa, necəsə o oxu kitablarını ya kitabxana, dövlət kitabxanalarında pulsuz verilir, başqa kitab sərgilərində bəlkə gedib danışsaq ödənişli şəkildə də verilə bilər və yaxud da elə digər o kitab oxuyan uşaqlardan kitablarını istəsəz, onları alıb məktəb kitabxanalarından alıb oxuya bilərsiniz. Yəni kitab oxumaq artıq çox əlçatandır. Yəni bizim dövrümüzdə çox az kitab var idi və biz kitabları, yəni 1-2-3 dənə hekayə kitabları var idi. Onları da biz çox vaxt özümüz türk liseyində oxuduğumuza görə türkcə oxuyurduq. Amma indi artıq həm bol kitab var, qiyməti də ucuzdur. Yəni 5 manat qiyməti var. Mən demirəm təbii ki, bu hansısa valideynin üçün büdcəsinə uyğun olmaya bilər, amma yenə də deyirəm, bunu çox aşağı qiymətlə sərgilərdən və yaxud ödənişli şəkildə alıb oxuya bilər. Və sırf tək bu kitablarla övladınızı 21-ci əsrin bacarıqlarına sahibləndirə bilərsiniz. Yəni burada mənim ən əsas vurğulamaq istədiyim odur ki, 21-ci əsrin bacarıqları kitablarla qazanıla bilər. Burada əməkdaşlıq və liderlik, yəni 21-ci əsrin bacarıqları o yəqin ki, bir çoxunuzun bildiyi tənqidi düşünmədir, analitikadır və yaxud digərləridir. Bunlara çox da düşünmədim, biraz daha fərqli yönlərdən yanaşmağa çalışdım. Əməkdaşlıq və liderlik, yəni hekayələrdə ən çox da uşaqlara öyrədilən o əməkdaşlıq, liderlik qabiliyyətləri olur. Yəni hekayədə rol bölgüsü, qərar vermə, məsuliyyət mövzuları uşağı komanda daxilində mövqe almağı öyrədir və yaxud media informasiya savadlığı. Yəni bu günlərin biz övladlarımızı mən elə bununla bağlı bir araşdırma etmişdim. OECD-nin PISA-nın daha doğrusu 2018 araşdırmalarına görə paylaşılan bir mətin araşdırmadır və orada deyir ki, övladlarımızı tamamilə biz mediadan uzaq tutmaq, sosial media deyim, yəni YouTube və yaxud bu hissələrdən uzaq tutmaqla nəsə əldə edə bilmərik. Tam tərsi, onların bəlli bir saatlarda valideyn nəzarəti altında buna yönləndirə bildiyimizdə yaxşı nəticələr əldə edə bilərik. Təbii ki, bu çox uzun olmamaq şərtilə, çünki uzun olduqda da bunun çox ciddi zərərləri var. Uşaqların yaddaş zəifliyi, oxu bacarıqlarının zəifliyinə gətirib çıxarda bilir. Media və informasiya savadlılığı, yəni informativ mətnlərdə fakt, fikir ayrımı, mənbə göstərilməsi uşağın doğrulama refleksini formalaşdırır. Bununla bağlı 6-cı sinif monitorinqlərində 2025-in may ayında o monitorinq suallarında görə bilərsiniz. Uşaqların ən çox çətinliyi çəkdiyi də 3-cü verbal qrafik mətnləri idi. Onunla bağlı elə biz bu yəqin ki, sabaha kitabımızı çap edəcəyik. Oradakı mətnlərə baxdığımızda başa düşürsən ki, uşaqlar bunu artıq oxuyub, onu algılaya, yəni o mətni ala bilmir. Çünki bir qrafik üzərindən baxdığında, bu qrafik və yaxud bir xəritənin oradakı məlumatları üzərindən baxanda o məlumatları ala bilmir. Çünki uşaq ilk dəfə həyatında 6-cı sinifdə bununla qarşılaşır. Amma bununla bağlı informativ, yəni elmi kitablar oxuyanda uşaq azından orada bəzi bəsit qrafiklər görə bilir, bəsit bir verbal qrafik mətnlər görə bilir. Bunu oxuduqca 6-cı sinifə gələndə də artıq buna yad olmamış olur. Və yaxud yaradıcılıq, alternativ sonluq yazmaq, obrazları dəyişdirmək, sketch note çəkmək, divergent düşünməni çalışdırmaq və s. Burada bilirsiniz, yaradıcılıq burada mən düşünürəm ki, 21-ci əsrin ən önəmli bacarıqlarından biridir. Çünki sizin övladınız əvvəllər düşünürsünüzsə ki, inteqralı yaxşı həll edirsə, bu uğurlu olacaq, artıq bu deyil. Çünki bir telefonla süni intellektdə o şəklini çəkəndə o sizə cavabını deyir. Və yaxud da riyaziyyatdan bir çox başqa suallar. Bu hələ bir il ərzində sürətli inkişaf edən süni intellektdir və bu 5 il sonra hansı səviyyəyə gələcək özünüz düşünün. Yəni hər bir şeyi burada öyrənməyə, yəni riyaziyyatdan deyək ki, differensial tənliyi həll etməyə çox da ehtiyac qalmayacaq. Yəni uşaqlar baxımından deyirəm. Çünki ya bir işin təbii ki, çox professionalı olduğunuzda burada bir problem yoxdur. Bizim İstanbulda bir yerdə oxuduğumuz bir doktorant dostumuz var. Hal-hazırda Teksasda oxuyur. Kompüter elmləri ilə bağlı. Ən son keçən ay burada olanda onunla söhbət edirik. Deyir ki, ciddi şəkildə proqramistlər öz işlərini itirməyə başlayıblar. Bunun səbəbi də odur ki, süni intellekt artıq bunların yerini rahatlıqla alır. Deyir, çox güclü olanlar təbii ki, qala bilir, amma orta səviyyəli və yaxud ortanın biraz üstündə bilənlər belə öz işlərini itirməyə başlayırlar. Yəni burada nəyi demək istəyirəm? Sizin övladınızın riyazi biliklərini artıq güvənmənizə təhlükədir və yaxud başqa bilikləri əzbərləyib özündə saxlamağı təhlükədir. Amma
hər hansı bir bəsit bir bilgini bilib, onu yaradıcılıqla əlaqələndirməsi çox önəmlidir. Yəni dünyada kəşf, ixtira edənlər, insanlara baxdığımızda onların hər birinin anlayırıq ki, yaradıcı insanlar idi sadəcə. Bununla bağlı bizim bir layihəmiz də var. Mən keçən il övladımla oxuyanda sadəcə onu oxu bacarıqlarını qazandırmaq üçün hər gün 20 dəqiqə kitab oxu zənciri qırma layihəsi idi. Bu il o kitabı o layihəni biraz daha fərqləndirdik. Bu layihə nədir? Kitabı oxuyandan sonra kitab haqqında məlumat yazır. Elə burada da onlar haqqında yazdım ki, obrazları dəyişə bilər, alternativ sonluq yaza bilər, hekayəni dəyişsəydi necə dəyişərdi? Yəni sadəcə bilirsiniz, kitab oxutmaq da deyil, o kitabı oxuduğunu anlaması önəmlidir. Keçən ilmi qardaşım bizə gəldiyində tətilə əlində bir kitab var idi. Mən bunu 3-cü dəfə oxuyuram. Montessori'nin hansısa bir kitabı idi fransız dilində. Dilim niyə deyil? Çünki bir kitabı yeyib bitirmədən, yəni başqa bir kitaba ehtiyac yoxdur keçməyə. Yəni bunu tam şəkildə qavramalıyam, tam şəkildə almalıyam, tam şəkildə o kitab məndən danışmalıdır deyir. Yəni burada da uşaq kitabı oxudu, bitdi. Uşaq yəni yadında nə qaldı? Heç nə. Bunun bir faydası çox da olmaz. Yəni təbii ki, illaki faydaları var. Yaxşı oxuya bilir, oradan nələri öyrənə bilir, amma daha da yaxşı öyrənə bilməsi üçün burada mütləq şəkildə ona oxutduğunuz hekayələr üzərində ilk başda yazdırmayın, çünki yorulurlar. Amma ən azından onun üzərində söhbətlər aparın. Hansı obrazı tanıdın, orada nələri çəkdi, sən olsaydın onun yerində nə edərdin və s. kimi ən azından danışdırın. Bu onlara faydalı olur. Amma həqiqətən uşağınızda əgər oxuma vərdişi varsa, mütləq şəkildə onlara yazdırın. Bir dəfə bəzən o ilk başlarda çox çətinlik çəkəcəklər. Mənim övladım indi 26-sıdır, artıq 2 dənə kitabı bitirib 3-cü kitaba keçmişik. 2 kitabda çox çətinliklə yaza bilib, o doldura bilib bizim hissəni. Bu çox bəsitdir. Amma mən bilirəm ki, 4-cü, 5-ci kitabdan sonra onun zehni açılacaq. Bizim bir dostumuzun çox yaxşı bir sözü var, deyir, biz ondan həmişə danışanda onun yaxşı belə yazı qabiliyyəti var. Deyir, Orxan, yazdıqlarımız oxuduqlarımızdan daşanlardır. Yəni o qədər çox oxuyacağıq ki, artıq o bizim beynimizdə daşacaq, o artıq avtomatik yazıya töküləcək. Bu baxımdan da yəni övladlarımız o qədər çox oxumalıdır ki, mən ona görə bir il ona ancaq oxutmağa çalışdım. Oxuyandan sonra onun zehni açılacaq və o artıq o yazıya tökülmüş olacaq. Bir də yazmaq hər zaman 2 dəfə oxumaq deməkdir. Yəni bu istisnasız belədir. Yazıb, oxuyub və yaza bilən, yəni o hər hansı bir mövzuda yaza bilən uşaq böyük ehtimalda artıq yaradıcılıqla tanışmış olur və yaxud ən azından buna ilk addım atmış olur. Sürətli adaptasiya önəmlidir. Bilirsiniz, 21-ci əsrdən danışanda gündə bir proqram çıxa bilir, gündə bir sistem dəyişə bilir, gündə bir yenilik gələ bilir. Yəni artıq ölkələrin belə, misal üçün deyək ki, əvvəl qloballaşma daha çox ön plana çıxırdısa, artıq deyək ki, ulus dövlət, millət dövlət, milli dövlət mi deyilir Azərbaycanda, onu tam bilmədim. Yəni ona doğru qayıdılır. Və yaxud yəni həm siyasətdə, həm iqtisadiyyatda, həm digərlərində çox dəyişikliklər görə bilirik. Misal üçün bir yerdə müharibə başlayır, bir yerdə bitə bilir. Yəni bunu övladımızın sürətli şəkildə adaptasiya olması üçün hər bir mənbəni alıb sürətli şəkildə buna cavab verə bilməsi üçün yenə də kitab oxutmalıyıq. Yəni bunları hardan öyrənə bilər? Müxtəlif janrlı kitablardan, üslublarla tanışlıqlardan, hekayə, bioqrafiya, informativ və yeni qaydalarla tez keçid bacarığını yaradır. Özünü tənzimləmə, diqqət və intizam. Bilirsiniz, 21-ci əsrin bütün əsrlərin məncə bu bacarıqlarından biri sayıla bilər. Özünü tənzimləmə, diqqət və intizam. 21-ci əsrin ən önəmli bacarıqlarından da biri odur. Çünki əvvəlki illərdə diqqət bəlkə də yəni üstümüzdə idi, çünki çox yəni məlumat almırıq. Yəni düşünün, siz gün ərzində neçə dənə videonu rol eləyib baxırsınız və o sizin lazımlı, lazımsız, misal üçün bu günlərin çox lazımsız tiktokerlərin belə bütün həyatı bizim ağlımızdadır. Amma bir 20 il qabaqki insanların bu ağlında deyildi ki, siz ona qulaq asasınız. Yəni o sizin beyninizdə yer tutmurdu və bu da bizim diqqətimizi azaldır. Yəni istər-istəməz bizim diqqətimiz artıq, yəni biz o qədər məlumatın içində lazımlı, lazımsız da, yəni bütün ölkədə olan məlumatlardan artıq bu Instagram, Telegramın sayəsində beynimizə yazılır. Bu da bizim istər-istəməz işimizdə və ya digər istərlərdə diqqətimizi azaldır. Yəni diqqəti toplaması, intizamlı olması və özünü tənzimləyə bilməsi 21-ci əsr uşaqlarının ən önəmli bacarıqlarından biridir və bu hər zaman da bu şəkildə davam edəcək bir bacarıqdır. Yəni 20 dəqiqə gündə kitab oxuma, zənciri diqqət etməsi
elə buna xidmət edir. Yəni mənim övladım bəzən ola bilər, bunu da deyim sizə, bəzən ola bilər belə bir layihə etsəz, uşağın oxumaq istəmədiyi günlər illaki olacaq. Amma orada onu necəsə həvəsləndirmək, bax bu gün sən bunu etsən, sən intizamlı olacaqsan, gələcəkdə uğurlu olacaqsan, oxumaq istəmir, gəl birlikdə ana ilə oxuyaq, gəl birlikdə ata ilə oxuyaq. Eybi yoxdur. Yəni orada 20 dəqiqə övladınıza bu bacarığı qazandırmaq üçün 20 dəqiqənizi, vaxtınızı sərf edin. Amma çox təəssüf ki, yəni bir çox valideynlər, xüsusən də atalar bunu etmirlər. Buna çox diqqətli yanaşmaları lazımdır. Sahibkar düşüncəsi və təşəbbüskarlıq baxımından. Bilirsiniz, yenə də bu kitablarla olur. Kitablar təbii ki, mən demirəm uşaqlara sırf birəbir iqtisadi bir kitablar verək ki, sahibkarlıq düşüncəsi formalasın. Yox. Yəni o sahibkarlıq ruhu ilə böyüyən və yaxud yəni böyüyəndən sonra sahibkar olan insanlara diqqət etdiyimizdə onlar heç biri uşaqlıqdan sahibkarlıq kitabını oxumayıb. Amma kitab oxumaqla bağlı, kitabın önəmi ilə bağlı olan hissələrdə hər zaman uğurlu olublar. Bu təbii ki, Azərbaycandan mən nümunə vermirəm. Daha çox Avropa və Amerikadan baxdığımızda bunu görə bilərik. Misal üçün Elon Muskı buna nümunə versək, Galaksinin Otostopçunun Galaksi rəhbəri nəsə belə adlı bir kitabı uşaq vaxtı oxuyub və kosmosa getməyə xəyal edib və bu gün də SpaceX-i qurub, Starlink-i var və s. var. Və yaxud da ki, digərlərini araşdırdığımızda yenə eyni məsələni görmüş olacağıq. Emosional davranış, bilirsiniz, bu kompüter və bu texnologiya dövründə baxdığımızda görürük ki, emosional davranışları artıq çox ön plana çıxır. O qədər ki, insanların, yəni əvvəllər ölkədə psixoloq yox idi. Amma indi görürsünüz, hər addımbaşı psixoloq var. Niyə? Çünki ehtiyac var. Və biz buna diqqətlə yanaşmalıyıq ki, övladlarımızın emosional savadlılığı da yüksək olmalıdır. Obrazların, hisslərini. Biz ən əsası da qarşındakı insanı çox yaxşı tanımalıdır. Sabah bir gün başqa problemlərlə qarşılaşanda onlara o lazımsız emosiyalara qapılmaması üçün böyüyəndə, açığı deyək ki, kimisə sevəndə və yaxud başqa məsələlərdə ən azından o emosional davranışları o şagirdin üzərində olmalıdır, o uşağın üzərində olmalıdır və yaxud bir dostu ilə, bir məktəb yoldaşı ilə bir problem yaşadığında bunları, o uşaqları qoruya biləcək yenə də təbii ki, kitablardır və kitablardan aldığı emosional savadlılıqdır. Problem çözmə, problem həll etmə deyə bilərik. Burada bilirsiniz, problem həlli hər zaman deyilir, amma bir məsələnin, yəni misal üçün deyək ki, Polyananın yaşadığı bir problemi necə həll edir? Və yaxud da başqa cırtdan yaşadığı hər hansı bir problemi necə həll edir? Başqaları yaşadığı problemi necə həll edib? Bu kitablar üzərindən bunu görür və problemin həllini görür. Problemi görür və həllini görür və bu uşağın artıq beynində, misal üçün deyək ki, mənim qızım 34 dənə, indi minimum deyək ki, 34 dənə kitab oxuyur və 34 dənə problemlə kitablarda qəhrəmanlar qarşılaşır və 34-ünlə necə baş etdiyini onu başa salır. Və ən azından bu uşağın ağlında 34 dənə belə fərqli bir variant var. Yəni problemin həllinə yanaşı da bu baxımdan faydalıdır. Komanda işi də təbii ki, önəmlidir. Bizdə buna həm məktəblərdə çox da önəm verilməsə də, komanda işi, komandada çalışmaq, o bilirsiniz, Azərbaycan o deyilirəm ki, güləşdə çempionluq, boksda nəticələrimiz var, digərlərində nəticəmiz var, amma futbolda nəticəmiz yoxdur, çünki komanda işi bizdə alınmır. Yəni ona bənzər, həqiqətən də bu belədir, çünki komanda işi ilə biz çalışa bilmirik. Yəni mən açıq da deyə bilərəm ki, sizə Azərbaycan şirkətlərinin dünya miqyasında çox da uğurlu ola bilməməyinin bəlkə də bir səbəblərindən biri də odur ki, komanda işində departamentlər arasındakı problemlər daha çox olur. Yəni bunu həm şirkətlər qrupunda, holdinqlərdə işləmiş bir adam kimi deyə bilərəm ki, ən önəmli problem o olur, çünki komanda işi yoxdur. Amma komanda işinə hansı kitablar öyrədir? Təbii ki, bu 34 dənə oxuduğu kitabların içində illaki komanda işi var. Elə Kəllə və Dimlə buna çox önəmli nümunədir. Siçan, Zeyrəkdir, sonra Ahu, Ceyrandır, belə 4-5 dənə heyvan yığılırlar, hansısa birini xilas edirlər və s. Bunlar da, misal üçün, bax, o Kəllə və Dimlərin içindəki o hadisələr uşaqlara artıq uşaq yaşdan bir-birinə necə dəstək olub komanda işi ilə qalib gəlməyi öyrədir. Eyni zamanda iş birliyi də, yəni buna daxil edə bilərik. Tənqidi düşünmə, bilirsiniz, yenə də bir məsələ, tənqidi düşünmə adətən insanlar düşünür ki, kimisə tənqid etmək və s. deyil. Oxuduğumuz hər hansı bir mətnə, oxuduğumuz hər hansı bir məlumata və yaxud biz artıq görürük ki, mediada çox-çox fərqli məlumatlar çıxır. Amma bu uşaq o məlumata tənqidi yanaşaraq orada nəsə özünə götürə bilirmi?
Bir çox hallarda yox. Çünki bunu kitablarla oxuyaraq tənqidi düşünülməsi daha çətin olur deyə. Daha sonra dözümlülük və dayanıqlıq, rəqəmsal savadlılıq burada da önəmlidir. Övladlarınızla birlikdə e-kitab da oxudun. Yəni siz təbii ki, uşaq yaşlarda bunları çox da tövsiyə etmərəm, amma ən azından e-kitabla tanış olsun, audio kitabla tanış olsun. Mənim qızım bir dəfə kəndə gedirdik. E, Mən özümmü, yoxsa mən özüm deyəsən qara mirvariyə, yəni siyah inciyə qulaq asırdım. Qızıma o çox maraqlı gəldi və mənə dedi ki, Ayta, bu kitabı mənə taparsan, mən oxuyuram. Aldım, o onu oxudu. Yəni audio kitab da bəzən uşaqlara çox maraqlı gələ bilir və bunu uşaqlarda biz necə ətrafımızda olan bütün yeniliklərdən onu xəbərdar etməyimizdə fayda var. Dözümlülük və dayanıqlılıq çox önəmlidir. Çünki görürsüz də necə hər birimiz gündəlik stresslərə, problemlərə, psixoloji sarsıntılara rastlayırıq və bunun üstəsindən gələ bilməyimiz üçün yenə də dözümlülük və dayanıqlılığı o kitabdakı o qəhrəmanlar uşaqlara ötürür. Nə bilim, əzmkarlığı ilə gəldi, qalib oldu, ilk başda çətinliklərlə qarşılaşdı, sonra uğurlu ola bildi. Yəni bu bizə bəlkə də böyüklərə bu çox da önəmli gəlməyə bilər, amma uşaq yaşında bu onun üçün çox önəmli olur. Hətta qızım axırda gəldi ki, məsəl üçün hekayənin sonunda Ayta belə oldu, çox sevindim və s. Liderlik də bütün illər, yəni əsrlərdə olduğu kimi 21-ci əsrin də ən önəmli bacarıqlarından biridir. Yəni liderlik deyəndə əslində birinci onun liderliyin nə olduğunu başa düşməli. Çünki bəzən valideynlər elə bilir ki, hansı uşaq sinifdə güclüdürsə və yaxud kimisə dil qabiliyyəti biraz daha səs-küy sala bilirsə, o liderdir. Yox, liderlik deyəndə mən onu nəzərdə tutmuram. Həqiqi mənada bir lider, yəni bir özünün davranışı, məsələ yanaşması, özünün ifadəsi, dostlarına qarşı davranışı onun liderlik qabiliyyətlərini göstərə bilər və bu liderlik qabiliyyəti yenə də uşaqlara o oxuduğu hekayələrdəki personajlar ötürə bilərlər. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm faydalı bir seminar oldu. Varsa sualınız dinləyə bilərəm. Yoxsa da təşəkkür edirəm məni dinlədiyiniz üçün. Sualı bəli, bəli, buyurun. Sərfə burnumun səsi öldürdü də məni. Vay, vay, bu yaxdandan deyə bilmirəm. Bunun səs niyə getdi? Mənim mikrofonum açılmır, səsim gəlmir. Bilmirəm. Səs gəlir. Necə? İnternet yoxdur? Burada getdi internet.
Mən təşəkkür edirəm. Yəni bu ümumiyyətlə bir uşağın formalaşmasında ən əsas rolu oynayan ailəsidir, daha sonra da məktəb və müəllimidir. Məktəbdə belə bir dərsin olması, yəni inanılmaz dərəcədə önəmlidir. Çünki o uşaq gedib sinifdə müəllimi ilə, dostları ilə bunu oxuyub müzakirə etməsi, yəni əvəz olunmaz dərəcədə önəmlidir. Hətta mən deyərdim ki, çox olmalıdır. Yəni bunun üzərinə çox düşünülməlidir. Yəqin ki də bundan sonra bunun önəmi artacaq, çünki Azərbaycan təhsil sistemində, yəni biz artıq PISA-da imtahanlara qoşulmuşuqsa, həm bu monitorinqlər bunun göstəricisidir, yəqin bunu kitab oxumanın üzərində daha çox vurğu olacaq. Yəni bu mütləq olmalıdır. Yəni riyaziyyat qədər önəmlidir. Yəni mən deyərdim ki, riyaziyyatın, yəni özüm riyaziyyat kitablarının müəllifiyəm. Riyaziyyat dərsindən alınıb belə buna verilməlidir. Ki, yəni uşaqlarda oxu bacarığı mütləqdir. Çünki onsuz heç bir şəkildə nailiyyət əldə edə bilmərik. Bəli, başqa sual olan varmı? Buyurun. Səsiniz gəlmir ya da mənə gəlmir səsiniz. İstəyirsiniz hər kəs də açsın, sırayla səs suallar verirlər. Yenə bağlı görsənir, ona görə. Səs yoxdur deyə xanım, aça bilmir. Səs gəlmir. Telefonda belə problem olsun, amma səsiniz gəlmir. İstəsəz yaza bilsəz, yazsaz cavab verərəm. Yəqin ki, heç kimin sualı yoxdur. İstəyirsinizsə yazılı suallara baxan deyilib, amma hansı suallar, ibtidai siniflərdə hansı nağıl kitablarını məsləhət görürsünüz? Onu deyirsinizsə, ibtidai sinifdə birinci sinifdə olan nağıl kitablarını deyirsinizsə, çox ehtiyatlı olmaq lazımdır. Çünki pedaqoji cəhətdən o nağılları özünüz bir göz gəzdirsəz başa düşərsiniz ki, o uşaq nağıllara daha çox ziyandır. Belə sırf tək-tək deyə bilmərəm hansılar yaxşıdır, amma bununla bağlı bizim bir çalışmamız var. Tezliklə yayınlanacaq, bir düz tezlik də dedim, 1-2-3 ay çəkə bilər. Onu biz paylaşacağıq. Ümid edirəm o faydalı olar. Amma uşaqlara ibtidai siniflərə 2-ci sinifdən etibarən hekayələr oxutmağımızda daha fayda var. Ümumiyyətlə nağıllarla bağlı, nağılların tənqidi yanaşma ilə bağlı bir kitab nümunəsi deyə bilərəm. Onu oxusaz, Jean-Jacques Rousseau-nun Emiliya adlı kitabıdır, təhsil üzərinə olan. Burada məndə hardasa var idi. Belə bir kitabdır. Bu kitabda ümumiyyətlə nağılların tənqidi haqqında danışır və çox yaxşı şəkildə pedaqoji cəhətdən onları eleşdirir. İstəsəz bununla bağlı da bir seminar keçirdərik gələcəkdə.
Nağıllar baxımından belə sıxıntılar var. Çünki misal üçün mən sizə belə bir nümunə deyim. Qırmızı Papaq nağılının alt mənasını özünüz araşdırsaz, görərsiniz ki, əslində uşaqlara uyğun deyil. Və yaxud Tıq-tıq xanım da deyərdim. Nə bilim. Qeyd etdiniz ki, hansı təşkilata qoşulmuş, amma eşidə bilmədik. Orxan bəy, qeyd hansı təşkilata? Onun sualınızı tam başa düşmədim. Kitabın nəşrəsi keçmiş kitablar anlatmasıdır. Şeirlərlə bağlı əslində bilirsiniz, mən bir Finlandiya təhsil sistemini araşdıranda orada bir hissə diqqətimi çəkdi. Biz uşaqlara şeiri əzbərlətdirmirik. Şeirləri oxuduruq və müəllifin burada nə demək istədiyini uşaqlara ifadə etməyə çalışırıq. Eyni şəkildə təbii ki, əzbərləməyin uşaqlar üçün başqa bir faydaları var, amma çox da yəni lazımsız şeir əzbərlərinin önəmi yoxdur. Amma poeziya baxımından uşaqlarınız daha bu baxımdan özünü inkişaf etdirməsi üçün deyirsinizsə, bəli, şeir kitabları yaxşıdır. Amma düzü bizim elə bir planımız hələ ki yoxdur. Həvəs yayandırmaq üçün bir müəllimə xanım sual verir. Ya maddi nemətlərlə mükafatlandırmaq? Bəli, bəli. Yəni bunu edə bilərsiniz. Bilirsiniz, yenə də övlad sizin övladınızdır. Siz orada övladınızı yönləndirə bilərsiniz. Yəni daha çox hər dəfə maddi hədiyyə yaxşı bir şey deyil, amma hərdən bunu etmək çox faydalıdır. Mən öz qızıma da bunu tez-tez edirəm. Bəzən yaxşı hədiyyələr ala bilirəm, bəzən harasa aparıram, bəzən isə heç bir yerə aparmıram. Deyirəm ki, qızım birlikdə, yəni hədiyyə mən özümə birlikdə kitab oxuyaq. Başqa bir sual, mən izə nəşriyyatından ayrılmışam və kitablarımla birlikdə Landa Nəşriyyat evindəyəm. Bütün yeni kitablarım Landa Nəşriyyat evində çıxır. Hansı yaşlar üçün nəzərdə tutursunuz? O sualınızı başa düşmədim. Yəni nəyi hansı yaşlar üzərinə deyirsinizsə onu deyərsiniz. Sizin nəşrdən hekayə kitablarını hansılara məsləhət görərsiniz? Mən öz dövrümdə olan kitabların, yəni nəşr etdiyim o əvvəlki nəşriyyatdakı kitabda belə bir hissə görmüşdüm. Bunu da İspaniya və İsrailin birlikdə bir məqaləsi yayımlanmışdı. Orada oxumuşdum və ona əsasən hər bir kitabın içində siz bağladınız. Hə, o hekayə kitablarının bilmirəm harda kimi səsim var idi. O hekayə kitablarının arxasında və iç vərəqində hər bir kitabın pedaqoji yanaşmasını vermişdim və arxasında da kitab haqqında məlumat vermişdim. Yəni o kitabın ən azından pedaqoji hissəsində yaş aralığına bəzi kitablarda toxunmuşdum və hansı kitab hansı bacarıqları sizin övladınıza öyrədəcək, orada onu mütləq qeyd etmişdim ki, valideyn ən azından əgər bu kitabı oxumayıbsa, əlinə aldığında ən azından bir dəqiqəsinə, bir yarım dəqiqəyə anlaya bilsin ki, kitabda nədən bəhs edir. Çünki kitabların bəzi materiallar eynidir. Çünki müəllifi mən idim. İndi ayrılmışam, Vanda Nəşriyyat evindəyəm və yeni kitablarımız burada çıxır. Sualım var, zəhmət olmasa yanlış onu başa düşmədim sizin dediyinizə. Varsa buyurun sualınızı deyin. Bu X adlı X adlı izləyici orada tam olaraq sualı yazsaz mən sizə elə deyərəm. Hansı yanaşma və hansı yaş qruplarını onu tam başa düşmürəm.
Müəllimə, bilirsiniz, ümumiyyətlə bizim ən sevdiyimiz insan və yaxud ən çox dəyər verdiyimiz insan, bəlkə də ən çox hörmət etdiyimiz insan və yaxud da ki, çalışdığımız bir yerdə bizim üstümüzdə olan bir insan deyil. Deyək ki, siz bir yerdə çalışırsınız, sizin müdiriniz. Sizin müdiriniz gətirib sizə bir kitab versə və sizdən xahiş etsə ki, bu kitabı mənim xətrimə oxu. O böyük ehtimal o kitabı oxuyar. Eyni şəkildə bir müəllim o şagirdə kitabı məcbur deyil də, bunu indi hər bir şagirdlə müəllimin necə? Hədiyyə kimi və yaxud hədiyyə kimi deyil də, indi müəllimin imkanı olmaya bilər. Amma məktəb kitabxanasında müəllim gedir bir kitabı seçir. Nə bilim, deyək ki, Xalid adında bir şagirdiniz var. Deyirsiniz ki, Xalid, bax oğlum, mən səni çox sevirəm. Mən sənə ən çox sevdiyim və gələcəkdə sənə uğurlu, yəni bayaq danışdığımız mövzularda uğurlu görmək istəyirəm və s. Bax, bu kitab səni uğura aparacaq. Bu kitabı oxu, gəl birlikdə müzakirə edək, nə bilim, gəl birlikdə sinifdə danışaq və s. Mən inanıram ki, o kitabı oxuyacaq uşaq. Çünki mən elə bir kitab oxumuşdum. 7-ci sinifdə Lassi adlı bir itlə bağlı idi. Sədaqətliyə bağlı. Tam da yadımda deyil, amma adı yadımdadır. Yəni mən türk dilində oxumuşdum. Lassi idi adı. Lucia'da Azərbaycanda belə ağ şəkildə var idi üstündə. Yəni demək istədiyim, onu bir qrup bələdçi müəllimimiz mənə vermişdi. Orxan dedi, mən inanıram ki, sən bu kitabı oxuyasan. Mən alıb oxumuşdum. Yəni onu, yəni çox fərqli şəkildə bunlar uşaqdılar, bilirsiniz. 10 yaşındakı uşağı aldatmaq demək də, yaxşı mənada bunun fikrini dəyişmək çox-çox asandır. Yəni bu 50 yaşına gəlmiş, fikirləri formalaşmış və ya fikirləşir, daşlaşmış insanlar deyil. Bunlar uşaqlardır və biz böyüklər olaraq istədiyimiz formada onları yaxşı yöndə yönləndirə bilərik. Mən təşəkkür edirəm. Təşəkkür edirəm Əli müəllim. Açığı bir müəllimin edə bilməyəcəyi bir şey yoxdur düşünürəm sinifi üçün. Yəni hər cür istədiyi şəkildə yaxşı mənada şagirdləri yönləndirə bilər. Naxçıvanla bağlı biz keçən il yaydırmı? Keçən il deyəsən mart ayında gəlmişdik. 9 martda oradaydıq. Tez bir zamanda Naxçıvanda təkrar müəllim və şagirdlərlə görüşümüz olacaq. Seminarla bağlı açığı özüm yəni seminarın təşkilatçılığını etmirəm deyə. İstəyənlər olanda
misal üçün indi Harmoni qrup kimi və yaxud digərlər seminar təşkil edən yerlər kimi onlar özləri deyirlər, mən bir mövzu verirəm, bu mövzu ətrafında danışırıq. Naxçıvan müəllimləri ilə çox xoş olar. Əslində bunu orqanizə edə biləcək bir müəllim olarsa, əslində ki, bir keçən il idi, ondan qabaqki il Naxçıvan Universitetindən demişdilər, amma sonra nəsə qaldı o. Olarsa mən çox böyük məmnuniyyətlə gəlmişkən, yəni müəllim və şagirdlərlə bizim nəşriyyat olaraq görüşümüzdən əlavə bir seminar görüşü təşkil edə bilərik. Müəllimlər inşallah tez bir zamanda olar. Müəllimlər başqa nə edə bilər və yaxud bizim hansı təşviq edici layihələrimiz var? Bizim uşaqlarla bağlı uşaq inkişaf forumu təşkil etdik və burada müəllimlərlə də danışdıq. Bakı da təbii ki, Bakı, Sumqayıt, Abşeronda və müəllimlərlə danışanda dedi ki, bir sonrakı forumlarda uşaqlar iştirak etmək istəyirlərsə, kitab oxusunlar, bu kitab oxuduqlarına əsasən də gəlib bu forumlarda və ya seminarlarda iştirak edə bilərlər. Biz nəşriyyatın, yeni nəşriyyatda çalışırıq deyə biraz hələ nəşriyyatın işlərini yoluna qoyandan sonra biz Lambda School-un özündə, yəni onların akt zallarında nəşriyyat olaraq tədbirlər təşkil edəcəyik, müəllimlərlə, valideynlərlə seminarlar, görüşlər təşkil edəcəyik. Belə görüşlərimiz olacaq və orada çalışdığımız qədər dəstək olacağıq. Başqa bir maarifləndirici hissə baxımından 25 yanvarda bizim müəllimlərin inkişaf forumu olacaq. 2026-25 yanvarda burada elə sırf oxuyub anlama üzərinə formalaşan bir forum olacaq. Orada da layihələrimizi təqdim edəcəyik belə. Təşəkkür edirəm. Sakin. Günlük olaraq mən öz övladımda 20 dəqiqədən başlatdım, amma bizim hazırladığımız layihədə 15 dəqiqə idi. Hər gün 15 dəqiqə kitab oxu, zənciri qırmaydı. Yəni bunu kənarda uşaqlara belə təqdim etdik. Amma öz övladımda 20 dəqiqə oxudu. 20 dəqiqəlik oxu mən düşünürəm ki, normaldır. Yəni çox da çətin deyil. 15 dəqiqə də ola bilər, 20 dəqiqə də ola bilər. Günlük 1-2 səhifə və yaxud çox oxuya bilirsə, daha çox da oxuya bilər. Övladımın kitab siyahısını paylaşaram. Bizim əlaqə nömrəmizə yazarsınız, zəhmət olmasa. O siyahını mən qızıma demişdim, elə öz dəftərinə yazır. O dəftər şəklində çalışaram onu bir elektron varianta köçürdək, elə o şəkildə də paylaşaq. Amma bir çox elə mənim Instagram səhifəmdə var. Biz çünki oxuduqca onları paylaşırdıq. Yenə də dediyinizi mütləq edərik. Övladımın Qızımın 10 yaşı var, 4-cü sinifə keçib, biri də 2 yaşında. O hələ kitab oxumur. Başqa sual olan?
Müəllim həm bir dilçi olaraq, həm də akademik dərəcəli bir müəllim olaraq bunu daha təbii ki, daha yaxşı bilərsiniz. Bu mövzuda mən biraz daha fərqli düşünürəm və övladımda da tətbiqində biraz daha fərqli etdim ki, ilk başda uşağa biraz daha oxu vərdişini qazandırmaq, ondan sonra yazıya keçirtdim. Çünki e, yəni o vərdişləri tamamilə düzdür. Sizin dediyiniz də əla olar ki, az-az şəklində, yəni oxuduğunu anlama üzərinə. Bunu daha çox mən şifahi şəkildə edirdim, amma yazılı variantında biz ilk dəfə bu ildən başladıq ki, etməyə. Yəni valideynlər də əgər vaxtı varsa, övladlarına daha çox zaman ayıra biləcəklərsə, əladır təbii ki. Bunu kitabı oxudub, daha sonra üzərinə müzakirə aparmağı mükəmməldir. Yəni olması gərəkən əslində budur. Amma ilk başda mən yenə də bəzi valideynlər ola bilər ki, hələ uşaq oxuma bacarığı formalaşmayıb, ən azından oxuma bacarığı formalaşsın, ondan sonra anlama hissəsinə də keçə bilər. Belə düşünürəm. Başqa sualı olan yoxdursa, hər birinizə təşəkkür edim və mən ayrılım. Çox xoş oldu. Mən təşəkkür edirəm.